Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram, dəyərli izləyicilər, əziz müsəlmanlar. İlahi Xitablar verilişində sizləri xoş gördük. Bugünkü mövzumuz Bəqərə surəsinin 183-cü ayəsi barəsində olacaq. İlk növbədə ayəni dinləyək. يا أيها الذين آمنوا كتب عليكم الصيام كما كتب على الذين من قبلكم لعلكم تتقون. Bəqərə surəsinin 183-cü ayəsində Allah Taala iman əhlinə xitab edərək İslam dinində vacib hesab olunan önəmli ibadətlərdən biri olan oruca işarə edərək belə buyurur. Yə əyyuhəl-ləzīnə əmənu kutubə aleykumus-siyam. Ey iman gətirənlər, ey mənim dinimə təslim olanlar, mən sizlərə orucu vacib etdim. Necə ki, kəma kutubə aləl-ləzīnə min qablikum. Necə ki, sizdən əvvəlki ümmətlərə də bu əməl, bu ibadət vacib edilmişdir. Ləəlləkum təttəqun. Bəlkə siz təqvalı olasınız oruc vasitəsilə. Bu ayənin qısa olaraq tərcüməsi idi. Amma ayənin iman gətirənlərə xitabı bundan ibarətdir ki, oruc kamilliyə və mənəviyyətə çatmaq üçün ilahi bir nemətdir, ilahi bir hədiyyədir. Biz insanlar təbiət etibarı ilə təbiətə bağlıyıq, dünyaya bağlıyıq, maddi aləmə bağlıyıq. Fitrətimiz ilahi olsa da, təbiətimiz bu maddi aləmə tərəf meyl edir. Oruc bizim həqiqi kimliyimizi, həqiqi fitrətimizi üzə çıxarmaq üçün ilahi bir nemətdir, ilahi bir təyinatdır. İnsan oruc vasitəsilə həqiqi kimliyini üzə çıxarda bilər. Hansı formada? Baxın, yemək, içmək və sair kimi işlər biz insanlarla digər məxluqlar arasında müştərək bir hal, müştərək bir hissdir. Onlar da yeyirlər, içirlər, gəzirlər və s. Biz insanlar da həmçinin. Lakin onlar yaşamaq üçün öz yaşayış hədəflərini bunda görürlər. Biz insanların baxışı isə yeməyə, təbiətə, maddi aləmə vasitə olaraq baxmalıyıq. Yəni bu maddi aləm bir vasitədir bizi Allaha tərəf, ilahi ibadətə tərəf, ilahi bəndəçiliyə tərəf yaxınlaşdırmaq üçün bir vasitədir. Heç şübhəsiz məşhur bir hədis var. Bu dünya bir körpüdür. Körpüdən istifadə etmək lazımdır. Bunlar nə zaman özünü göstərə bilər? Yəni biz insanlar nə zaman maddiyyatdan qırıla bilərik? Heç şübhəsiz bunu oruc bizə yaşada bilər. Oruc yalnız bildiyiniz kimi yeməkdən, içməkdən çəkinmək deyil. Yersiz danışmaq, yersiz gülmək, yersiz yatmaq və s. işlərdən çəkinməkdir. Yəni, oruc elə bir əməldir ki, insanı mələkdən də üstün edir. İnsan qəzəbli olsa da, insan acsa da, bütün bu hisslərinin üzərindən basır, Allaha təslim olmaq üçün bu deyilən vaxtı gözləyir. Ayənin əvvəlində ki, necə ki, Allah Taala buyurur, ey iman gətirənlər, bir hədisə əsasən İmam Sadiq əleyhissalam buyurur ki, bu xitabın ləzzəti, bu xitabın tərifi orucun bütün əziyyətlərini bizdən uzaqlaşdırır. Yəni Allah Taala bu əməli, bu göstərişi ən gözəl müraciət forması ilə bəyan edir. Ey mənim iman gətirənlərim, sizə orucu vacib etdim. Yəni hər hansı bir Allah Taala oruc hökmünü deməmişdən qabaq iman əhlinə müraciət edir. Sanki iman əhlini nəvaziş etdirir ki, bu hökmü mən bəyənib sənin üçün seçdim. Oruc barəsində bildiyiniz kimi hədislərdə, ayələrdə geniş formada söz açılmışdır. Ümumən Bəqərə surəsinin 183-cü ayəsi, yəni indi tilavət olunan ayədən ta 185-ci ayəyə qədər oruc barəsində olan ümumi hökmlər, oruc kimlərə vacibdir, kimlərə vacib deyil, nə zaman vacibdir, nə zamana qədər insan oruç tutmalıdır, bu kimi məsələlərə toxunur. Amma tilavət etdiyimiz ayədə iki məsələ əsasən özünü bariz formada göstərir. Biri budur ki,
oruc əvvəlki ümmətlərə də vacib olmuşdu və orucun hədəfi ilahi təqva. Əvvəlki ümmətlər oruc barəsində müxtəlif görüşlər var. Bəqərə surəsində və Quranın digər ayələrində oxuyuruq ki, bəzən sükut orucu var idi əvvəlki ümmətlərdə. Yəni onlar danışmırdılar. Və yaxud orucun vaxtı, zamanı fərq edirdi. Hər bir halda digər ümmətlərdə şəriət etibarı ilə orucun hökmləri fərq edirdi, amma mahiyyət etibarı ilə eyni idi. Yəni insanın gündəlik olaraq istifadə etdiklərindən çəkinmək. Yəni bu bütün ümmətlərdə oruc barəsində müştərək bir cəhətdir. Lakin hədəfə gəldikdə isə burada ibadətdə təqva nəzərdə tutulur. Yəni təqvanın bir sıra məsələləri var. Bir sıra yerlərdə insan ilahi təqvaya riayət edə bilər. Onlardan da biri ibadətdə təqvadır. İbadətdə təqva, yəni mən bu əməlimi yalnız və yalnız Allah üçün edirəm. Orucun mahiyyəti, biz oruca diqqət etdikdə görürük ki, bəli, ibadətdə təqva orucda asançılıqla ələ gələ bilər. Bir hədis-i qüdsdə oxuyuruq, Allah Rəsulu buyurur ki, oruc mənə məxsusdur, onun mükafatını da mən özüm verəcəyəm. Allah Teala digər ibadətlərə bunu demir, yalnız və yalnız oruc barəsində. Alimlər bu hədisin şərhində buyurmuşlar ki, oruc o ibadətlərdəndir ki, insan onu deməsə, bildirməsə, kənarında olan şəxslər bilməz. Namaz, zəkat belə deyil. Yəni, namaz qılanda kənarda adam görür, zəkat çıxardığında ən azı bir fəqirə verirsən, fəqir görür. Yəni, kiməsə özünü görsətməsin də belə fəqiri görür ki, sən bu əməli edirsən, bu ibadəti yerinə yetirirsən. Amma oruc elə bir əməldir ki, onu yalnız və yalnız Allah üçün edirsən. Özün iradənlə göstərməsən ki, mən orucam, heç kim bilməz. Alimlərin hətta biri deyir ki, bütün ibadətlər bütlər üçün də yerinə yetirilib. Yəni, bütlər üçün namaz qılınıb, sədəqə çıxarılıb, qurban kəsilib və s. Amma bütlər üçün yalnız və yalnız oruç tutulmayıb. Yəni, kimsə tarix boyu, cahiliyyət dönəmində bütlər üçün oruç tutmayıb. Ona görə, əzizlər, orucun mahiyyəti bir ibadət olaraq olduqca önəmlidir. Biz oruç tutanda bu ilahi təqvaya əməl etməliyik. İlahi təqvaya əməl etmək, yəni budur ki, biz əməlimizi yalnız və yalnız bizi yaradan Allah üçün, bizi xəlq edən və bu əməli bizlər üçün təyin edən Allah üçün tutduğumuzu nəzərə almalıyıq. Və eyni zamanda oruc üçün çəkinməsi lazım olan məsələlərdən Allah üçün çəkinmək lazımdır. Yəni, mən Allah üçün oruç tutduğum üçün qeybət etmirəm, yeməkdən çəkinirəm, sudan çəkinirəm. Nəinki mənim istəyirəm, məsələn, ümumən yemək yeməyim, istəmirəm, su içəm və s. Niyyətlərlə bu oruc əməlimizi heç bir formada ixlasdan salmamalıyıq. Eyni zamanda bu ayənin digər hissəsində oruc barəsində Allah Teala buyurur ki, səfərdə olarkən orucu açın. Bu Allah tərəfindən bir yüngüllükdür, sizin üçün başqa bir hədiyyədir. Təfsirlərdə qeyd olunur ki, Allah Rəsulu bir gün Mədinədən Məkkəyə tərəf gedir, Ramazan ayında. Səhabələrindən birindən su alır və hamının görə biləcək şəkildə bunu içir. Deyirlər, ya Rasulallah, Ramazan ayda niyə görə belə edirsən? Deyir ki, mən sizə bununla bildirmək istəyirəm ki, bir insan Ramazan ayı səfərə çıxdısa, bu Allahın ona göstərişidir ki, orucunu açsın. Əzizlər, necə ki Allah Teala bizlərə orucu tutmağa vacib bilib, eyni zamanda səfərdə də orucu açmağa vacib bilib. Biz elə edə bilməliyik ki, həm Allahın orucuna görə təslim olaq, amma başqa əmrinə görə təslim olmayaq. İnşallah bu məsələyə diqqət edək. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.